Antiterror əməliyyatında şəhid olan qəhrəmanlarımız sükuta bürünmüş vətənin səsinə çevrildilər. Onlar minanın, güllənin içindən keçib torpağa azad nəfəs gətirdilər. Hər birinin canı ilə yazılan bu zəfər bir millətin əyilməz iradəsinin möhrüdür. Şəhidlərimizin adı indi səssiz dağlarda, başı dik dalğalanan bayraqda hər azad səhərin işığında yaşayır. Bizə qələbə sevincini bəxş edən hərbiçilərimizdən biri də Mayor Əkbərov Aqil Fayəddinoğludur. O 1985-ci il sentyabr ayının 14-də Sumqayıt şəhərində anadan olub. Aqil Əkbərov 1992-ci il Bakı şəhəri Fəxrəddin Nəcəfov adına 266 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2003-cü ildə həmin məktəbi uğurla bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. 2007-ci ildə məktəbi bitirdikdən sonra leytenant hərbi rütbəsi almışdır. 2008-ci ildə N saylı hərbi hissədə zabit kimi xidmətə başlayan Aqil Əkbərov tabor komandiri vəzifəsinə qədər yüksəlir. Xidməti dövründə Azərbaycan ordusunun yaranmasının 90, 95 və 100 illik medalları ilə, qüsursuz xidmətə görə 3-cü, 2-ci, 1-ci dərəcəli medalları ilə, döyüşlərdə fəal iştirak etdiyinə görə Cəsur döyüşçü medalı ilə təltif olunub. 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində xüsusi qəhrəmanlıq göstərərək düşmənə sarsıdıcı zərbələr vurub. 2023-cü ildə həyata keçirilmiş uğurlu lokal antiterror tədbirlərində önə atılan Mayor Aqil Əkbərov Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ailəli idi, bir övladı yadigar qalıb. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Aqil Əkbərov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Vətən uğrunda medalı və Azərbaycan bayrağı ordeni ilə təltif edilmişdir.